Salam, hər vaxtınız xeyir olsun. Bəli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava proqnozu ilə bağlı informasiyaları təqdim edib. Biz də əldə etdiyimiz məlumatları diqqətinizə çatdırmağa çalışacağıq. Bəli, bu gün ərzində ölkədə Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Amma sabah ərzində də elə müşahidə olunacaq hava ilə bağlı məlumatlarımız var. Sabah da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin olacağı gözlənir və havanın temperaturu 11-16 dərəcə isti olacaq. Eyni zamanda güclü külək də müşahidə olunacaq və hətta bəzi saatlarda sürətlənəcəyi də gözlənilir. Əsasən cənub-qərb küləyi əsəcək gün ərzində və eyni zamanda bir məlumatla qeyd edim ki, atmosfer təzyiqidə 763 mm civə suundan 759 mm civə suununa enəcək. Eyni zamanda nisbi rütubət 70-80% təşkil edəcək və gün ərzində bizi əsasən yağmursuz hava şəraiti gözləyəcək. Həm bugün, həm də sabah bu cür hava şəraiti davam edəcək. Rayonlarda da oxşar hava şəraitinin olacağı proqnozlaşdırılıb. Gün ərzində orada da əsasən yağmursuz hava şəraitinin olacağı gözlənir. Amma biz bundan əvvəlki günlərdə də əsasən ölkə ərazisində dumanlı hava şəraitinin olduğunu gördük. Hətta qatı duman sürücülər üçün, eyni zamanda yol hərəkətinin digər iştirakçıları üçün çətin anlar yaşadırdı və elə biz bununla bağlı da informasiyalar təqdim etdik və eyni zamanda amma yəni indiki məqamda istirahət günü olduğunu da nəzərə alsaq, havanın da belə yağmursuz olduğunu nəzərə alsaq, istirahətin insanlar rahat bir şəkildə təmin edə bilərlər və elə rayonlarda da havanın temperaturunu qeyd edim ki, gün ərzində orada da 12-18 dərəcə isti olacağı gözlənir və 2 gündə artıq ölkə ərazisində yağmursuz hava şəraitinin olacağı qeyd olunub. Elə biz hazırki məqamda da yağmursuz hava şəraitinin olduğunu müşahidə edirik. Hava proqnozu insanlar üçün də, meteohəssas insanlar üçün də əlverişli olacaq. Elə bununla bağlı da tibbi meteoroloji proqnozlara əsasən məlumat təqdim edilib və gün ərzində dediyimiz kimi bizi əsasən yağmursuz hava şəraiti gözləyir və önümüzdəki bir neçə gün ərzində də bu cür hava şəraitinin olacağı deyilib. Hava proqnozu ilə bağlı əldə etdiyimiz məlumatları diqqətinizə çatdırmağa çalışdıq. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, ətraflı məlumat üçün.